أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم اللهم صل على محمد وآل محمد وعجل فرجهم. Əziz və dəyərli müsəlman bacı və qardaşlar, hər birinizi xoş gördük. Bildiyimiz kimi bu günlər İslam aləmində hüzünlü günlərdir. Əyyam-ı Fatimə günləridir. Həzrəti Zəhra salamullah əleyhanın hüzünlü şəhadət günləridir. Həzrəti Fatimə Zəhra salamullah əleyhanın şəhadəti tarixdə iki təqvimlə yadda qalıbdır. Bəzi tarixçilərə görə Həzrəti Zəhra salamullah əleyhanın şəhadəti Peyğəmbərimizin rehlətindən 75 gün sonra, bəzi tarixçilər isə 95 gün sonranı qeyd ediblər. Ona görə də bu 20 gün ərzində Əyyam-ı Fatimə günləri adlandırılmışdır. Yəni Həzrəti Zəhranın şəhadət günləri. Mən bir hədis istəyərdim deyim. Bu hədis həm sünni mənbələrində, həm də şiə mənbələrində gəlmişdir. Həzrəti Rəsulullah sallallahu aleyhi və səlləm mübarək hədislərinin birində buyurmuşdur ki, İnnəlləhə yəğzəbu liğəzəbi Fatimətə və yarda liridaha. Allah Taala Fatimənin qəzəbi ilə qəzəblənər və Fatimənin razılığı ilə razı olar. Bu o deməkdir ki, Həzrəti Zəhra salamullah əleyha hər kimdən razı qalarsa, nə vaxt razı qalarsa, Allah da o şəxsdən razı qalar və o vaxt razı olar. Və Həzrəti Zəhra salamullah əleyha kimdən narazı qalarsa, kimə qəzəb eləyərsə, Allahın da qəzəbi məhz həmin şəxsədir. Həzrəti Zəhranın tərifi, o xanımın əzəməti, nuraniyyəti yalnız və yalnız digər Əhl-i Beyt nümayəndələrinin, imamlarının və Həzrəti Rəsulullahın dili ilə tərif eləmək mümkündür. Nəql olunan bir çox hədislərdə Həzrəti Cəbrailin Peyğəmbərin vəfatından sonra xanım Zəhranın məhzərinə tez-tez gəlib getməkləri bəzi hədislərdə qeyd olunmuşdur. Və nəzərə alaq ki, Həzrəti Cəbrail Peyğəmbərlərdən başqa heç kimə nazil olmamışdır. Yalnız bircə dəfə Həzrəti Zəhra üçün nazil olmuşdur və o da Həzrəti Zəhranın necə şəninin uca və əzəmətli olduğunu göstəricisidir. Hədislərdə vardır, Həzrəti Cəbrail əleyhissalam xanım Zəhranın yanına gəlib gedərdi və Peyğəmbərin vəfatının hüzünlüyün ağırlığını Həzrət xanım Zəhraya təskinlik verərdi, təsəlli verərdi və onu ruhən rahatlıq bəxş eləyərdi. Və həmçinin ona Peyğəmbərdən sonrakı bütün hadisələri xanım Fatimə Zəhraya bəyan eləyərdi. Və hətta Həzrəti Zəhradan sonrakı hadisələri də Həzrəti xanım Fatimə Zəhraya bəyan eləyərdi. İmam Həsənin hadisələrin, Kərbəla hadisələrin, İmam Hüseyin əleyhissalamın hadisəsinin, İmam Səccadın və digər imamlarımızın, hətta İmam Zamanın zuhurunu belə Həzrəti xanım Fatimə Zəhraya bəyan eləmişdir. Və Həzrəti Cəbrail bunu xanım Zəhraya dediyi vaxtlarda, dediyi zamanda da İmam Əli əleyhissalam bunların hamısını qələmə alırdı, yazırdı. Bu böyük şəxsiyyətin Həzrəti xanım Fatimə Zəhra salamullah əleyhanın ümumi həyat gedişi Peyğəmbərlik tarixi ilə demək olar ki, tam üst-üstə düşür. Yəni, Həzrəti Peyğəmbərimizə Peyğəmbərlik verildiyi müddətdən sonra, qısa müddətdən sonra Həzrəti Zəhra salamullah əleyha dünyaya gəlmişdir və Peyğəmbərimizin şəhadətindən sonra, rehlətindən sonra, qısa müddət sonra Həzrəti Zəhra salamullah əleyha şəhadətə qovuşdu. Xanım Zəhranın uşaqlıq dönəmi Peyğəmbərimizin çox çətin zamanlarında olmuşdu. Peyğəmbərimiz və
ümumi bütün müsəlmanlar Şibhi Əbu Talibdə yaşadığı dönəmlərdə, həmin o çətin günlərdə xanım Fatimə Zəhra da orada yaşamışdır və bu çətinlikləri görmüşdür, dərk etmişdir. Hələ uşaq ikən həyatın çətinliklərini dərk edib və yaşamışdır. Bu yaşda təbii ki, hər bir körpə uşaq üçün, hər bir az yaşlı uşaq üçün çətin məqam olan valideyn itkisini də yaşamışdır. Xanım Zəhra az yaşlı dönəmlərində anası xanım Xədicə salamü əleyha dünyasını dəyişmişdir. Təbii ki, Peyğəmbərimiz bir ildə 2 dənə böyük ailə üzvün itirmişdi. Əmisi Əbu Talibi və xanımı Həzrət xanım Xədicə salamü əleyhanı itirmişdi və həmin ili hüzn ili adlandırmışdı. Və həmin dönəmlərdə Peyğəmbərimizin dərd ortağı, Peyğəmbərimizin qəm-kədər ortağı qızı Həzrəti Zəhra salamü əleyha idi. Və hətta həmçinin döyüşlərdə, Uhud döyüşündə, Peyğəmbərimizin Mədinədə olduğu dövrdə, Xəndək döyüşündə və bir çox çətin məqamlarda xanım Zəhra salamü əleyha atasının dayağı və köməkçisi olmuşdu və onun dərdqəm ortağı olmuşdu. Buna görə də təbii ki, Həzrəti Rəsulullah sallallahu aleyhi və səlləm əziz qızını Fatimətə Ummu Əbiha, Fatimə atasının anası deyərək adlandırmışdır. Bunlardan sonra hicrət zamanında, Peyğəmbərimizin Məkkədən Mədinəyə hicrəti zamanında, Mədinədəki dövrdə, o çətin günlərdə bunlarla yanaşı da ev işləri və həmçinin övlad tərbiyəsi və bunun da yanında dövrünün imamını haqqı ilə müdafiə etməsi hər bir müsəlman üçün aşkar bir nümunədir. Həzrəti Zəhra salamü əleyha Peyğəmbərin vəfatından sonra çox qısa ömr elədi. Həmin dönəmlərdə Peyğəmbərin rəhlətindən sonra xanım Zəhranın və Əli əleyhissalamın, ümumilikdə Əhl-i-Beytin başına olmazın müsibətləri gəlmişdi. Və xanım Zəhranın Muhsin adlı övladı da elə ana bətnində ikən dünyasını dəyişmişdi. Və ondan sonra da qısa müddət sonra xanım Fatimə Zəhra salamü əleyha özü dünyasını dəyişdi. Bu 18 il dönəmində hər cür çətinliklər, hər cür müsibətlər görmüşdür xanım Fatimə Zəhra. Demək olar ki, bu 18 il müddətinin hər bir ili bir əsrə, bir ömrə bərabər keçmişdir xanım Fatimə Zəhra üçün. Xanım Fatimə Zəhra salamü əleyha insanlıq nümunəsindən də əlavə bu məsələni biraz xüsusiləşdirsək, qadınlar üçün böyük bir nümunədir. İstər bir ana kimi, istər bir həyat yoldaşı kimi, bir xanım kimi, istər bir qız övladı kimi hər bir xanım üçün nümunədir, ülgüdür. İmam Həsən Müctəba əleyhissalam buyururdu ki, anam cümə gecələri olanda hər zaman oyaq qalıb səhərə qədər ibadətlə məşğul olurdu. Nə vaxt onun səsini eşidirdim, görürdüm ki, qonşuları üçün, başqaları üçün dua eləyir. İmam Həsən əleyhissalam buyurur, bunun səbəbini anamdan soruşanda anam buyururdu ki, oğul, əvvəl qonşu, sonra evin içi. Yəni, Həzrəti Zəhra salamü əleyha başqalarının ehtiyaclarını öz ehtiyaclarından üstün bilirdi. Bu da xanım Fatimə Zəhranın ümmət üçün, bəşəriyyət üçün bir mehriban ana olduğunun göstəricisidir. Həqiqətən də xanım Fatimə Zəhra salamü əleyha ümmətin, bəşəriyyətin anasıdır. Həmçinin İnsan surəsi nazil olarkən, Həl-Əta surəsi nazil olarkən o ayədə ki, buyurur, Əuzubillahimineşşeytanirracim, İnnəmə nut'imukum livəchillah. Biz
Allaha xatir sizi təmin elədik. Biz Allaha xatir sizə nemət təam verdik. Burada təbii ki, bütün təfsirlərdə, istər Əhlüsünnə, istər Şiə təfsirlərində bu aydın bir məsələdir. Məşhur bir məsələdir. Burada Əhl-i Beytin 3 gün iftarlarını fəqirə, miskinə, yetimə verməyindən bəhs eləyir burada. Xanım Fatimə-i Zəhranın burada necə bir ibrətamiz bir addım atdığını biz görürük. Və burada da biz həmçinin xanım Fatimə-i Zəhradan ixlas dərsini öyrənmiş oluruq. Yəni, insan hər bir əməl görəndə, istər yetimə əl tutanda, istər fəqirə əl tutanda mütləq burada ixlas nəzərə alınmalıdır. Həqiqətən də xanım Fatimə-i Zəhranın əzəmətini və dəyərini bəyan eləmək üçün sözlər acizdir. Bir halda ki, Peyğəmbər sallallahu əleyhi İslamın əziz peyğəmbəri, Allahın misilsiz bir bəndəsi olan Həzrəti Peyğəmbər sallallahu əleyhi nə vaxt xanım Fatimə-i Zəhra içəri girərsə ayağa qalxardı və ondan da əlavə özü onun qabağına gedərdi. Təkcə Peyğəmbər burada ata-qız məhəbbətini göstərmir. Yəni, bir halda ki, Peyğəmbər öz nəfsindən bir iş görməz. Burada xanım Fatimə-i Zəhranın məxsus bir məqamı vardır. Məxsus bir dərəcəsi, məxsus bir dəyəri vardır ki, Peyğəmbər Allah Rəsulü sallallahu aleyhi və səlləm xanım Zəhranın ayağına durardı və onun qabağına gedərdi. Və həmçinin buyurardı ki, mən nə zaman cənnətin ətri üçün darıxsaydım, qızım Fatimənin ətrini alardım, onun qoxulayardım. Həmçinin Quran-ı Kərimin Kövsər deyə buyurduğu xanım Fatimə-i Zəhra. Quran-ı Kərimdə 3 ayədən ibarət olan Kövsər surəsi doğrudur, kiçik bir ayədir. Lakin özündə böyük bir mövzu daşıyır, özündə çox böyük bir dəyər daşıyır. İstər sünni təfsirlərində, istər şiə təfsirlərində biz görürük ki, burada Kövsər xanım Zəhra nəzərdə tutulur. Burada Kövsər sözünün təfsirində Həzrəti Zəhra nəzərdə tutulur. Bir halda ki, Peyğəmbərimizin övladları olmuşdu, dünyasını dəyişmişdi. Oğlu da olub dünyasını dəyişmişdi körpəykən. Bir qrup şəxslər Peyğəmbərimizə lağ eləyirdilər, məsxərə eləyirdilər ki, sonsuzdur. Sonsuz deyərək Peyğəmbərimizi məsxərə eləyirdilər. Və həmin zamanda Allah Taala bu surəni indirdi. Kövsər surəsi. Kövsər çox geniş, çoxlu, hətta bolluq, bərəkətlik deməkdir. Və biz bunu Peyğəmbərimizin həyatında və Peyğəmbərimizdən sonraki dönəmlərdə bu Kövsərin təcəssümünü gördük. Ki, bugün dünyada milyonlardan çox, yəni milyonlarla Peyğəmbər övladları var, seyidlər vardır. Və bunların hər biri xanım Fatimə-i Zəhradan vücuda gəlmişdir. Onun nəslindən, onun şəcərəsindən, Həzrəti Zəhra salamü əleyha və Əli əleyhissalamın ailəsindən, bu ailədən dünyaya gəlmişdir. Həzrəti Zəhra salamü əleyhanın məqamının, əzəmətinin göstəricilərindən biri də budur ki, Həzrəti Zəhra 11 imam anasıdır. Bu söz ola bilər adi bir söz olaraq qulaqlarımız eşitsin. Lakin bu mövzunun biraz dərinliyinə getsək, görərik ki, əgər bir hədis vardır Peyğəmbərdən, əgər yer üzü bir an belə hüccətsiz qalsa, yer öz əhli ilə birlikdə məhv olub gedər. Həmin bu hüccətlərdən 11-i Həzrəti Zəhranın övladlarıdır. Bu 11 hüccəti Həzrəti Zəhra salamullah əleyha
dünyaya gətiribdir. İmam Həsən, İmam Hüseyn və İmam Hüseyn əleyhissalamın da nəslindən digər imamlarımız dünyaya gəliblər. Və aləmin var olmağının, aləmdə bu bərəkətin, bu varlıq aləminin olmağının əsas səbəbkarları ki, imamlardır. İmam Əli əleyhissalam və digər 11 imamdır. Həmin bu 11 imam xanım Fatimə Zəhradan dünyaya gəlibdir. Xanım Zəhranın övladlarıdır. Xanım Zəhranın balalarıdır. Həzrəti İmam Həsən Əskəri əleyhissalam buyurur ki, biz imamlar sizin üzərinizdə höccətik. Anamız Həzrəti Fatimə Zəhra da bizim üzərimizdə höccətdir. Həqiqətən bu söz çox böyük bir sözdür. Və həmçinin həqiqətən də bu böyük ariflərimizdən, böyük alimlərimizdən biri bu sözü buyurmuşdur. Çox ağır və çox böyük bir sözdür. Bəlkə də Həzrəti Zəhranın haqqında deyilən, yəni məsumların kəlamlarından sonra, məsumların kəlamlarına çıxsaq, Həzrəti Zəhra haqqında deyilən bəlkə də ən böyük sözdür bu söz. Ki, buyurur, əgər Həzrəti Zəhra kişi olsaydı, peyğəmbər olardı. Unutmayaq ki, Həzrəti Zəhra salamullah əleyha bu ümmətin anasıdır. Bir gün bir səhabələrdən biri İmam Sadiq əleyhissalamın huzuruna gəldi, məhzərinə gəldi və İmam Sadiq əleyhissalama buyurdu ki, ey peyğəmbər oğladı, mən seyid deyiləm, mən peyğəmbər nəslindən deyiləm, lakin xanım Zəhraya məhəbbətim vardır. Mən xanım Zəhraya ana deyə bilərəm, yoxsa yox? İmam Sadiq əleyhissalam buyurdu ki, əgər Həzrəti Zəhraya məhəbbətin varsa, onu özünə ana kimi qəbul edirsənsə, ona qarşı sevgin varsa, elə həqiqətən də o sənin anan misalındadır. Yəni, xanım Fatimə Zəhra salamullah əleyha ümmətin həqiqətən də anasıdır. Və gərək xanımlar da bu məsələlərdə diqqət eləsinlər ki, xanım Zəhranı özləri üçün nümunə götürsünlər. Xanım Fatimə Zəhranın hicabını ki, onlar daşıyırlar, gərək hər addımları xanım Zəhraya layiq olsun. Bu məsələlərdə mütləq gərək əziz və dəyərli xanımlar diqqətli olsunlar. Həmçinin xanım Fatimə Zəhra şəhidlər anasıdır. Şəhid anası olmağını təbii ki, şəhidlər anası çox gözəl bilər. O necə bir hissdir, necə bir duyğudur. Allah təala bütün şəhidlərimizə rəhmət eləsin və onların valideynlərinə səbir əta eləsin. Şəhid anaları bilsinlər ki, onlar xanım Zəhranın xüsusiyyətini özlərində daşıyırlar. Və bu çox böyük bir şərəfli məsələdir. Xanım Fatimə Zəhra salamullah əleyha şəhadətindən qabaq 40 günə yaxın, təqribən 40 gün ərzində yataqda yatdı, ölüm yatağında, xəstə yatağında yatdı və ölümünə az qalmışdı. İmam Əli əleyhissalama vəsiyyət eləmək istədi və dedi ki, ey əmoğlu, ölüm mənə gəlib çatıbdı artıq. Elə bilirəm ki, yaxın müddətdə artıq atam peyğəmbərə qovuşacağam. İstəyirəm ki, ürəyimdə olan sözləri, vəsiyyəti sənə deyim. İmam Əli əleyhissalam buyurdu ki, ey peyğəmbərin əziz qızı, buyur, istədiyini mənə vəsiyyət elə, mən onları yerinə yetirəcəm. Xanım Zəhra salamullah əleyha buyurdu ki, Əlican, mən həmişə sənin hörmətini saxlamışam və heç vaxt sənə qarşı çıxmamışam və heç bir zaman sənə yalan danışmamışam. İmam Əli əleyhissalam cavabında buyurdu ki, bəli, sən həmişə mənim üçün sevimli və əziz olmusan. Səndən ayrılmaq həqiqətən də mənim üçün çox çətindir. Amma nə edək ki, ölüm haqdır və ölümə çarə yoxdur.
Allaha and olsun ki, səndən ayrılıq elə bil ki, peyğəmbərdən ayrılığı mənə xatırlatdı. Peyğəmbərin müsibətini sanki yenidən yaşayıram. İmam Əleyhisselam ardınca buyurur ki, həqiqətən də biz Allaha tərəf qayıdacağıq. Allahdan gəlmişik və ona doğru da qayıdacağıq. Bu acı bir müsibətdir. Bu müsibət ürək yandıran və sağalmayan bir dərddir, ağrıdır. Sonra birlikdə ağladılar və İmam Əli əleyhissalam xanım Fatimə Zəhranın başını qucaqlayaraq nə istəyirsən vəsiyyətini elə. Mən o vəsiyyəti yerinə yetirəcəm. Xanım Fatimə Zəhra salamullah əleyha İmam Əli əleyhissalama öz vəsiyyətini elədi. O vəsiyyətə əsasən, yəni xanım Fatimə Zəhranın vəsiyyətində Həzrət buyururdu ki, məndən sonra bacım Zeynəbin qızı Əmamə ilə evlənərsən və mənim üçün də bir tabut düzəldərsən və məni gecə ilə kəfənləyərsən, gecə ilə qusul verərsən və gecə ikən dəfn eləyərsən. Mənim istəmədiyim şəxslər, mənə zülm eləyən şəxslər mənim cənazəmdə, mənim dəfnimdə iştirak etməsinlər. Və Həzrəti Əli əleyhissalam elə bu şəkildəcə xanım Fatimə Zəhranı dəfn elədi. Allah Taala Həzrəti Zəhra salamullah əleyhanın şəfaətini inşallah bizlər üçün nəsib eləsin və tezliklə İmam Zaman ağa zuhur etməklə Həzrət xanım Fatimə Zəhranın mübarək gizlin qəbrini aşkara çıxartsın. Bir daha bütün möminlərə, əzizlərə Həzrəti Zəhranın şəhadəti münasibəti ilə təsliyyət deyirəm və başsağlığı deyirəm. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.